Yaxşı keçdi hər şey. Hə, maraqlıydı. Bir yerdə oturduq. Əyləndik. Murad. Bu gecə məndən üzr istədiyin üçün çox sağ ol. Deyim o zaman. Bir də məni belə incitmə, yaxşı? Sən mən başa düşürsən də, mən neynirəmsə sənin yaxşılığın üçün eləyirəm. Əgər səni danlamışamsa, bu da sənin sevdiyimdəndir, sənin çox istədiyimdəndir. Özün bilirsən də. Bəlkə mən də sənə biraz kobud davrandım dünən. Sən də məni bağışla. Hı? Başa düşürsən məni? Başa düşürəm. Şükür. Aramızda incəlik qalmadı. Mən səninlə nəfəs alıram, Murad. Sən mən bu həyatda yeganə varlığımsan. Ağıllı ol. Get dərslərini oxu. Nigar, sənin üçün çox darıxdım. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Hakimlə İlkinin şirkətdə bir balaca işi var idi. Ona görə ləngiyirlər, çıxıblar. Gəlib özlərini çatdıracaqlar, qoşulacaqlar bizə. Belə. Necə sizi? İşiniz, gücünüz? Yaxşıyıq, siz necəsiz? Şükür, biz də yaxşıyıq. Qızım, sən necəsən? İşlərin necədir? Yaxşıyam, çox sağ olun. Hər şey qaydasındadır. Çox şükür. Sizdə nə var, nə yox? Biz də belə, min şükür. Şükür bugünə. Anarla olan vəziyyətdən xəbəriniz var. Nəsə danışmaq istəmirəm, keçmişə qayıtmayaq. Çox həyəcan yaşadıq. Allah Sevdaya rəhmət eləsin. Amin. Ortaq dərdimiz oldu. Vüqar yazıq da çox əziyyət çəkir. Elədir. Allah rəhmət eləsin. Sevda da sizin yaxın rəfiqəniz idi də. Ruh şad olsun. Amin. Deyirəm elə, yığışmışkən, toydan danışaq, keçmişi unudaq, köklənək bugünə, xoş xəbərlərə köklənək. Yox? Toy demişkən. Deyirəm, yığışmışkən elə toy da təyin eləyək. Çünki xeyir işi saxlamazlar. Yox? İndi vaxtıdır. İlkin də işlərin başına keçib. Hər şey yolundadır. Papa da indi razıdır ki, toy olsun. Əlbəttə, əlbəttə. Hə, hər iki ailəyə necə uyğundursa elə də hərəkət eləyərik. Əlbəttə. Başqa cür ola bilməz. Sənə bir söz deyim, ay qızım. Su ki girdi qabı oldu içməli. Yox? Düzdür. Sən də olursan mənim qızım. Nə sözün oldu, nə qayğın oldu, nə problemin oldu, gəlib deyirsən anama. Ne düz deyə, Aysel'in acığıma gəlməsin. İnciməsin. O özünü həmişə evin şəhzadəsi hesab eləyir. Amma o nə sözdür? Amma yox, elədir, elədir. Amma sən də olursan bundan sonra mənim qızım, mən də sənin anan. İlkinlə bağlı nə problem yaşadı, nə inciliyin oldu, gəlib bax mənə deyirsən. Yaxşı? Yox, nə problemləri olacaq ki? Əlbəttə ki. Maşallah, ikisi də bir-birini çox sevirlər. Maşallah, çox gözəl. Ha? Hakimgil də gəldi. Salam. Salam, xoş gəlmisiniz. Salam.
Nə barədə danışırdınız? Elə toydan danışırdıq. Vaxtında gəlmisiniz. Ha, Allah Toydan bağışlasın. danışırdıq. Allah xeyir versin. Amin. 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 Deyirəm, bəlkə Vəfa gəlsin bizim şirkətdə işləsin, nə deyirsiniz? Hə? Vəfa. Əslində mən klinikaya CV vermişəm, onlardan cavab gözləyirəm. Əşinə inirsən klinikanı. Gül kimi şirkətimiz var, gəl işlə də. Vəfa qızım, əgər ürəyin istəsə, mən çox şad olaram. Gəl, yaxşı bir iş verək işdə. Çox sağ olun Hakim bəy, minnətdaram. Vallahi elə ilkinlə də bir-birinizə yaxın olarsınız. Adam nişanlı olanda yaxın olmaq istəyir. Elə deyil Hakim? Ha? Elədim. Hə, ata. Necəsən oğlum, yaxşısan? Yaxşıyam, ata. Çox sağ ol hər şey üçün. Sən də sağ ol. Anan yanında deyil ki? Yo, mətbəxdədir. Əla, lap yaxşı. Bax, unutma oğlum. Biz birlikdə bacaracağıq. Hə, elədir. Çox sevinirəm, hər şey əladır. Lap yaxşı. İndi isə yat, sabah səhər dərsə girəcəksən. Baş üstə. Gecən xeyirə qalsın. Sən də ata. Sağ ol. Leyla xanım, baxıb görürəm, qızınız nədənsə narahatdır. Elə bil, hərdən qanı qaralır, hərdən belə nədənsə peşman kimi olur. Mən belə hiss elədim. Yox, elə bir şey yoxdur, narahat olmayın, yaxşıdır. Hə, çox şükür, çox şükür. Nə bilim, deyirəm bəlkə cavan qızdı da stres keçirdib, nə vaxtsa hansısa bir nədənsə əsəbləşib. O da təsir eləyir də insana. Hə, yaxşı bir psixoloq var. Sizə yaxşı mənada deyirəm, pis mənada başa düşməyin. Qoy biraz söhbət eləsin qızınızla. Bəlkə daha rahat olar. Yox? Sevil xanım, düzü mən ehtiyac bilmirəm belə bir şeyə. Amma narahat olmayın, mən Vəfa ilə danışaram. Hə, Yəqin ki, nəsə anlaşılmazlıq var. inanın mən pis mənada demirəm. Biz artıq doğmayıq, qohumuq, bir ailə kimiyik. O da mənim balam. Hə, gənclər, mən istəyirəm ki, siz özünüzü heç vaxt heç nədə darıxdırmayasınız. Gələcəyə nikbin baxasınız. Əsas sizsiz. Sizin aranızda məhəbbət, etibar, hörmət olsa, siz xoşbəxt olacaqsınız. Biz də öz tərəfimizdən ömrünüzün axırına qədər sizin arxanızdayıq. Vəfa qızım, sizin xoşbəxtliyiniz üçün biz hər şeyə hazırıq. Çox sağ olun. Biz getsək yaxşı olar. Niyə belə tez oturmuşduq da? Yox, tez deyil, artıq gecdir. Siz də dincəlin. Necə məsləhətdir? İlkin, Vəfa gilə apar özün. Ay, yo, narahat olmayın. Biz taksi ilə gedərik. Taksi nədir? İlkin aparacaq da. Niyə belə
tez gedirsiniz? Heç normal söhbət eləmədik. Zəhra da yatmışdı, heç oynaya bilmədiniz. Zəhranı mənim yerimə öpərsən. Oturacağıq da hələ qarşıda nə qədər var. İnşallah. Alo. Nə? Necə yəni, başa düşmədim. Nə danışırsan? Yaxşı, mən gəlirəm. Nə oldu? Nə olub İlkin? Rəşadgil qəza keçirdiblər. Vəziyyətlər də ağırdı. Mən getməliyəm, mən üzülü say. Sən ged ora. Vəfagili mən apararam özüm. Ha. Gözləyirəm maşını. Yaxşı. Gecəniz xeyrə. Xeyrə qarşı. Görüşərik. Sağ ol qızım. Narahat olmayın Berkan Bey. Ben Aysel'i atmayacağım. Arabada ben kızımın yanında olacağım. Aysel'le Zehra'nı çok isterim. Aysel'in bunu boş kalması yok. Çox sağ ol mənim balam. Mən çox üzr istəyirəm. Dərmanın vaxtıdır. İçməliyəm. İndi yaxşı olacaq. İlkin deyirəm, doğrudan çox yaxşı dostdur. Çox etibarlı, çox sadiq insandır. Ümumiyyətlə çox yaxşı insandır. Mənlə də elə dost münasibətindədir. Əsl dostluq nədir? Əsl dostluq odur ki, ən çətin anda dostunun yanında olasan, ona həmdəm olasan, ona təmənnasız kömək eləyəsən, həmişə yanında olasan. Təmənnasız kömək həqiqətən də əsl insanlıqdır. Ha qızım, elədir. Bilirəm, siz də mənim təhsilimə kömək eləmisiniz, maliyyəsini vermisiniz və bütün bunları eləyəndə də heç bir təmənna güdməmisiniz. Buna görə sizə minnətdaram, çox sağ olun. Nə təmənna olmalıdır ki, qızım, mən səni Ayselimdən ayırmıram, səni öz balam kimi sevirəm. Biz sizin ailənizlə uzun illərdir dostluq, doğmayıq. Çox sağ olun, Allah razı olsun. Mən gedim, gecəniz xeyrə qalsın.
Nəsə bir tane danışır. Bir de bir şey başa düşer ha. Yox, hakim, narahat ol. Dəqiq. Dəqiq. Eğer neyse başa düşse çok pis olar, yaxşı çıxmaz. Narahat olma, heç bir şey bilmir. Biraz problemləri var, o da keçib gedəcək. Ne bileyim. Nəsə heç xoşuma gəlmədi ona. Yox. İki tərəfli danışılan. Yox, ürəyivə heç bir şey gətirmə. Yaxşı. Necə xeyri qalsın. Ay bala, bu uşaq oyuncağı deyil. Gəldilər, hərini verdik, üzüyü taxdıq. Bu boyda həngamədən sonra ayrılmaq üçün əsaslı səbəb olmalıdır. Niyə ayrılmaq istəyirsən? Gözləyirsən? Nə cavab verməyimi istəyirsən? Deyirəm ki, istəmirəm. Necə yəni istəmirəm? Sən nənəm. Mənə cavab ver görüm, nə olub? Niyə istəmirsən? İstəmirəm də istəmirəm, məcburam. Vəfa, mən sənin üçün uşaq deyiləm, ha, gözümün içinə bax. Bilirəm nəsə gizlədirsən. De görüm, niyə istəmirsən? Bilirsən nə var? Hə, nə var? Hə, dedə, nə var? Çünki sən hakimlə görüşürsən. Vəfa. Vəfa. Kim deyib sənə yalandır? Yalan deyil. Heç yalan danışa da bilmirsən. Vəfa. Vəfa qızım yalandır. Hər şeyi bilirəm onsuz da. Kim dedi sənə, hə? Hardan bilirsən? Vəfa. Bunun heç bir əhəmiyyəti yoxdur. Heç bir. Qızım, nəyə desən and içə bilərəm ki, hər şey keçmişdə qalıb. Olub keçən bir məsələdir. Xahiş edirəm. Xahiş edirəm, məni bağışla. Biz ondan çoxdan ayrılmışıq. Vəfa. Ana, olmur. Olmur artıq. Hər şey üçün geçti. Mümkünə də bayaqdan yığıram, cavab vermir. Desəm başı qarışıb. Sən utanmırsan qaynatanla o cür danışırsan, hə? Adam da qaynatası ilə atmaca ilə danışar, hə? Birdən kişi başa düşsəydi nə olacaqdı? Biabırçılıq eləmək istəyirsən? Ana, bilirsən nə var? Nə var? Nə sən onunla, nə də o səndən əl çəkən deyil. Birincisi yavaş danış. Evdə fidan var. Bildik. Bəsdir, yavaş danış. İşə düşmüş idi, fidan var imiş. Vəfa, bir dəfəlik başa düş. Hakimlə danışmışam, hər şeyi bitirmişik bir dəfəlik. Yaxşı, inandım. Sən xəbərin var, cəmaət elə bilirsən, nəsə problemlərin var. Psixoloqa göndərmək istəyirlər səni. Başa düşmədim, məni niyə psixoloqa göndərirlər ki? Mənim psixoloqa ehtiyacım var. Əgər psixoloqa biri getməlidirsə, o da onların qızı Ayseldir.
Yavaş danış. Yavaş danış, yavaş danış. Elə isə özünü ağıllı kimi apar. Eşidirsən? Cəmaatın ağzına söz salma. Anarla danışmaq yaxşı təsir eləyib Murada. Münasibətiniz düzəlib yəni. Tam yox, amma heç olmasa atasına qulaq asır da. Anardan da nə əcəb. Heç gözləmirdim, mənim tərəfimdə oldu. Murad da biraz sakitləşib, biraz peşman olduğunu hiss elətdirir də heç olmasa. Bilirsən Nigar, bu münasibəti qəbul edənə qədər Anar səni çox incidəcək. Bəlkə də sənin düşündüyündən uzun çəkəcək. Amma gec-tez qəbul edəcək. Anar məcburdur Tural'la sənin münasibətini qəbul etməyə. Başqa çarəsi yoxdur. Bəlkə qəbul eləməyinə heç gərək qalmadı. Necə yəni? Çox narahatam Eliyeva. Bu narahatlığım azalmaqdansa get-gedə artır. Dünən Tural ananın üstünə gedib hədəliyib onu. Hədəliyib ki, məndən uzaq dayansın. Bilirsən, biz bir-birimizə bağlanırıq, amma mən qorxuram. Ümumiyyətlə, çox qorxuram. Nədən qorxursan? Bilirsən, ikinci dəfə peşmançılığı yaşamağa mənim gücüm çatmaz. Ümumiyyətlə, çox tərəddüd eləyirəm. Gəl belə eləyək. Sən otur, düşün, daşın, tələsmə amma. Düzgün qərar ver. Bax, ürəyin kimin yanında xoşbəxtdirsə, o tərəfə də addım at. Mənə bax, qıraqda bucaqdan... Çəkil görək! Qıraqda bucaqdanım haqqında gic-gic danışsam, mən başımı xarab eləmək işləyin. Sözünü də geri al, işləyin! Çəkil gəl buradan! Ana vaxtda tək mən danışmıram, bütün məktəb danışır. Düzdür də, bütün məktəb danışır. İki kişiyle eyni vaxtda görüşür. Nə danışırsınız siz? Nə gic-gic danışsın, mən başımı xarab eləmək, işləyin! Murat, bir dəqiq, nə olub burada? Biz də yanın görün. Fəzatavın arxasında gizlənməyə, gəl bura. Sən nə işin var burada? Yaxşı Murat, sakit. Özür al, sakit. Hər şey sənə görə oldu. Nə gəlmişsən bura? Yaxşı Murat, sakit ol. Siz də bura gəlin. Nə olub? Hə, nə olub? Nə olub? Murat. Hər şey sənə görə oldu. Sənə görə. Murad, mən bilmirəm, daha neynim. Sən niyə belə eləyirsən, hə? Gəl evə danışaq. Mən heç də danışmıram, eşitdin? Danışmaq istəmirəm. Bezimə danışmaqdan. Belə danışma məndən. Sən bilirsən məktəbdə sən haqqında nələr danışırlar? Hə? Bilirsən? Bilirsən nə var? Mahtamgilə gedirəm. Bugündən sonra da orada qalacağam. Sən də Turala nə edirsən elə? Murat, anamla düzgün danış. Eşidirsən məni? Yaxşı Murad. Necə istəyirsən elə də olsun. Get. Get maşında gözlə məni. Tez ol. Get. Nigar, Murat həddini aşıb nə danışdığını bilmir. Ona qulaq vurması verməyə lazımdır. Sən də sakitləş, öz verin. Necə sakitləşim Anar? Başımıza gələnləri görmürsən. Necə sakitləşim? Yaxşı, mən Muradla danışıb onu yola getirəcəm. Söz verirəm, evə getirəcəm onu. Sən narahat olma. Yaxşı. Yaxşı. O adama görə bu qədər üzülməyə dəyərdi, Nigar, ha?
O adama göre değerdi bunlara. Dünən evə gec qayıtdım. Yaran idim əslində, ona görə zəng eləmişdim. Sonra da özümdə yuxu tutub qalmışam. Hə, çox gec qayıtdım əslində. Sənə zəngivə də cavab verə bilmədim. Üzürlü say. Eybi yox, problem deyil. Amma sən narahatsan. Rəşadgilin vəziyyəti necədir? Belə də, o qədər ürək açıcı deyil. Axşam yenə gedəcəm baş çəkməyə. Amma ümid var. İnşallah yaxşı olar. İnşallah. Allahın köməyi ilə. Vəfa. İncimə. Amma mən fikir verirəm sən axır vaxtlar çox gərginsən. Çox narahatsan. Ona görə Oma ilə də danışmısan. Mən istəyirəm, daha doğrusu danışmışam. Səni bu günlər istəyirəm psixoloqun yanına aparım. Tural bəy bizi gözləyir. İlkin sən nə danışırsan? Mənim psixoloqa ehtiyacım var ki. Burada nə var ki, yəni hamı gedə bilər də, dəstək ala bilər psixoloqdan. Bu adi bir şeydir, yəni pis olmalı bir şey deyil ki bu. Bildim, hamı gedə bilər. Amma kimin ehtiyacı varsa o getməlidir. Mənim ehtiyacım yoxdur. Həm mən heç kimə söz verməmişəm ki, mən psixoloq yanına gedəcəm. Sənin anan anama deyib, anam da mənə dedi. Mən də dedim ki, mənim psixoloqa ehtiyacım yoxdur. Özümü yaxşı hiss eləyirəm. Murat, bu qədər dava eləmək, yumruq atmaq, sən nə edirsən bala? Ha? Ata, başa düşmürsən, sən mən başa düşmürsən. Orada anam haqqında çox pis şeylər dedilər. Mən də dözə bilmədim, uşaqlarla dalaşdım. Sonra da Tural gəldi, ayırdı bizi. Deməli, qəhrəman özünü çatdırıb sizi ayırıb, ha? Sən də az olar deyə lap da sərt dava eləməyə başladın. Sonra nə edəcəksən Murat? Nədir fikrin? Ata, dözə bilmirəm, mən dözə bilmirəm. Başa düşdə məni. Murat, sən onlardan heç şeylə fərqlənmirsən. Başa düşürsən bunu? Ananla necə davrandığını, nələr dediyini dərk edirsən sən Murat. Çünki hər şey ona görə olur. Onun elədiklərini hamı danışır. Başa düşürsən? Murat, gah məni günahlandırırsan, gah da ananı. Mütləq kimisə günahlandırmalısan da sən. Başqa cür olmur. Ha? Bəs bir özünə sual verirsən, özünə deyirsən ki, mən nə edirəm, necə hərəkət edirəm. Deyirsən bunu özünə Murat. Çünki siz normal davranmırsınız. Hər dəfə bir hərəkət edirsiniz, məni də bir çətin vəziyyətdə buraxırsınız. Sən bizi indi kimi çətin vəziyyətdə qoymamısan axı Murat, ha? Oğlum, bir yadığa salıb biz nələr yaşamışıq indiyə kimi. Bax, bu qədər hərəkət eləmişsən. Ananı incitmirsən. Anan buna görə sənə bir söz deyib. Sənin inciləcək bir söz deyib anan. Ya mən bir söz demişəm sənə. Murat, bu məsələni mənim öhdəmə burax. Bu məsələ mənlikdir. Murad, mən səndən istədim ki, ananla düzgün davranasan. O adamla ananın arasında heç ola bilməz, olmayacaq da. Başa düşürsən məni? Dedim, olmayacaq. Ata, sən deyilikdin mənə deyən ki, ananı o adamla uzaq tut. Hə? Sən deyilikdin? Sənə dedim, get belə zorakılıqla iş gör, Murad. Ha? Dedim, get cəmaatla belə dava elə. Ata, bəs də. Murad, qulaq as mənə. Bu məsələni mənim öhdəmə burax. Mən həll eləyəcəm, sənlik deyil. Yaxşı olar ki, ananın ürəyini necə alacağını düşün. Yəni, bir üzrlə həll olması məsələ deyil, o biləsən. Dur gidelim. Bunların münasibətinə görə məni dəli çıxardacaqlar.
Yaxşı, getdim psixoloqa. Soruşacaq. Nə deyəcəm? Deyəcəm ki, mənim anamla qayntam sevgilidir. Uf, Allahım ya, mən nə edəcəm? Heç bilmirəm. Ağlımı itirirəm uca. Yeniyim mən, yeniyim. Bir şey tapmalıyam. Nəsə tapmalıyam. Anamın maşını yoxdur, elə gəlməyib. Yaxşı, onda sən keçə və anamla birazdan gələrəm. Yaxşı. Murad. Bax, heç ara çıxma, otur evdə, yaxşı? Yaxşı dedim mi? Sən yaxşı dedin, mən də inandım sənə. Keç evə, keç. Hə, Anar, eşidirəm. Leyla, salam, necəsən? Leyla, mən Muradı gətirmişəm məktəbdən, amma Nigar hələ gəlib çıxmayıb evə. Leyla, mən Muradın evdə tək qalmağını istəmirəm. Bugün yenə məktəbdə dalaşıb, problem çıxarıb. Murad özü yaxşıdır, bir problemi yoxdur ki. Yox, yaxşıdır. Narahatam ki, evdən yenə qaçıb gedər. Leyla, gör nə deyirəm, səndən bir xahiş edeyim də. Vəfa imkan varsa gəlib qala bilər Muradın yanında. Hə, əlbəttə ki, bu dəqiqə zəng eləyərəm Vəfaya, gələr, oturar uşaqla. Elə mənim də növbəm birazdan bitəcək. Gələrəm siz tərəfə. Çox sağ ol, Leyla. Oldu əzizim, çox sağ ol. Nigar özü yaxşıdır? Nə bilim, biraz tək qalmaq istəyir. Danışarıq da, görüşəndə ətraflı danışarıq. Yaxşı, oldu Anar. Oldu, sağ ol. Oldu, çox sağ ol əzizim. Oldu. Dünən gördün qız özünü necə aparırdı. Vallahi nigaran qaldım. Ha? Mən də baş aça bilmirəm o qızdan. Görürsən, heç gözüm su içmir. Ona görə dedim ki, ilkin psixoloq aparsın onu. Nə deyirsən? Mən də onları evə ötürəndə nəsə belə qəribə şeylər danışırdı. Şirkətdən mənim yanıma gəlməyi, nə demək istəyirdi, nəyə görə gəlmişdi. Başa aça bilmədim. Görürsən. Bilmirəm hakim, bəlkə bu qızın bir problemi var. Görsən, anası da onun evlənməyinə razı olmurdu. Uzadırdı, məsələni deyirdi, yox, istəmirəm. Nə bilim, gah nala vururdu, gah muxa vururdu. Bax, belə bilmirəm, hə? Ola bilər? Nə bilim, valla, nəsə bu qızda problem var, deyəsən. Görək də, görə psixoloq nə deyəcək? İlkindir. İlkindir. Sağ ol. Sağ ol. Ayağın düzəlmədi. Yox, Əlana, yox. Ulan, Rəşadgildən nə xəbər var? Heç nə, birazdan gəlib dəyəcəm demişəm. Nəyəsə ehtiyac olsa mənə deyəcəklər. Ha, düz eləyirsən. Bir də yəqin ki, mənim deməyə sənə ehtiyacım yoxdur da. Soruşarsan, birdən
Nəsə lazımdır maddi tərəfdən. Narahat olmaqda danışmışam. Nəyəsə ehtiyac olsa mənə deyəcəklər. Əlimdən gələn köməkliyi eləyəcəm. Afərin. Eşidirəm. Görürəm nəsə söz demək istəyirsən. Dinən. Sözdə adam oxşuyursun. Getdiniz psixoloqun yanına. Nə dedi Tural doktor? Sən mənə demişdin ki, mən Vəfa ilə danışmışam psixoloq məsələsini. O bilir, onun razılığı var. Amma sən mənə yalan danışmısan. Vəfanın heç nədən xəbəri yox idi. Mənlə söhbəti danışan kimi əsəbləşdi mənə. Küstü. İndi mən bilmirəm necə barışacağam onunla. Necə onu könlünü alacağam. Görsən mənə nə qədər pis vəziyyətdə qoymusan ana. Yox, fikirləşdim ki, sənə dedim ya ona... Ana, qız deyir ki, məni dəli yerinə qoymusunuz. Bu nə deməkdir? Belə şey olar. Mən bilirəm də Vəfanı. İndi mən necə üzr istəyəcəm, necə onu könlünü alacağım, heç özüm də bilmirəm. Gör məni nə qədər pis vəziyyətdə qoydu, neysə. Haqq verirəmsən. Mən bilirəm. Mən bilirəm, burada nəsə baş verir. Amma bilmirəm nə. Əvvəl-axır mən onu tapacağam. Biləcəm nə baş verir.